Fəxrəddin müəllim, deyirlər ki, belə bir müdrik söz var ki, musiqi, bütün növ peşələr, bütün sənət növləri özünü musiqiyə bənzətməyə çalışır. Bu, yəqin onunla bağlıdır ki, musiqi ruhun saf halıdır. Musiqi ruhun heç bir süzgəcdən keçməmiş bir halıdır. Bəzən məhz siz də bir musiqi müəllifi kimi, bir musiqi yaradıcısı kimi sizi narahat eləmir, bax, saf halınızın musiqi vasitəsilə aşkar olması və insanlara ötürülməsi. Bu proses mənə çox maraqlıdır. Yəni, musiqi mənim üçün həqiqətən möcüzədir. Mən bilirəm tamaşa hardan yaranır, mən bilirəm film necə yaranır və hardan. Amma mən bilmirəm, musiqi hardan yaranır? Dağlar bəy, çox gözəl bir sualdır. Musiqi ruhda yaranır, düzdür, təzahür edir və onun aşkara çıxmasında heç bir sıxıntı yoxdur. Çünki müəllifin və yaxud da ki, təfsirçinin, bu halda dirijorun göstərdiyi reaksiya, təqdim elədiyi musiqi, performans, sonra aşkarlanan hisslər onsuz da hər bir fərd vasitəsilə fərqli qarşılanır. Çünki mənə xas olan hisslər musiqidə təzahür edir, ancaq sizə aşılananda siz onu başqa cür qəbul edirsiniz. Bu baxımdan heç bir sıxıntı yoxdur. Dirijorluq mənim üçün çox nadir bir peşə və çox qapalı bir peşədir. Yəni, biz dirijorları televiziyada çox görmürük, onların müsahibələrini çox məşhur deyil. Amma dirijor kütlə ilə işləyir və bir neçə enerji dalğasının, enerji selinin qovşağında işləyir və onları idarə edir. Bu, tək-tək musiqiçilər və teatrda işləyən dirijor tamaşaçı, tamaşada baş verən dramatik aktın idarə edilməsi, yəni musiqi vasitəsilə. Bax, bu üç qovşaqda bir şəxsiyyət, bir beyin özünü necə hiss edir? Buna biraz zarafatla cavab vereyim, sonra ciddiyə gedərik. Tez-tez rejissorlarla danışanda, çox rejissorlarla ünsiyyətdə oluram, quruluşlar veririk tamaşalara. Deyirəm, siz üçün nə var ki, siz tamaşanı təhvil verdiniz, getdiniz, oturdunuz tamaşaçı zalında və yaxud da heç gəlmədiniz tamaşaçı. Ancaq dirijorsa təhvildə verir, sonra həmin tamaşanın təqdimatında da mütləq orada iştirak edir. Və biz dirijorlar, siz dediyiniz kimi, doğrudan da deyirlər ki, zindan və çəkicin arası, belə bir misal var, ruslarda da var. Zindan və çəkicin arasında və başqa cür desək bunu, tamaşaçı və ifaçının arasında bir daim olur və bütün prosesin əvvəldən axıra qədər təşkil edir, izləyir və idarə edir. Bu baxımdan, energetika baxımından danışanda, bəli, səsin özü də enerjidir, dalğa enerjidir. Və bundan əlavə ifaçılar hər biri bir enerji daşıyıcısıdırlar və onlar da müəyyən fəaliyyət nəticəsində öz enerjilərini alətləri vasitəsilə ötürürlər. Və həmçinin teatrdan danışılırsa, orada ifaçılar, vokal artistləri ifa edirlər, müəyyən obrazlar yaradırlar. Bu palitrada dirijor həmin enerjini qəbul edir və yaxud da ilk öncə həmin enerjinin düzgün yönə yönəldilməsində müstəsna rol oynayır. Bəli, ilk öncə səsin enerjisindən danışsaq əgər, yəni səs dalğası, dirijorun əlləri deyirlər ki, havada süzür və yaxud da ki, müəyyən jestlər göstərir. Bu jestlər elə-belə yaranmır. Musiqi kütləsindən gələn enerji və yaxud da dirijor hadisələri qabaqlayır axı, gələcək enerjini özündə cəmləşdirib və onu ifaçılara ötürür. Həmin enerji dalğasının sayəsində, misal üçün, orkestrın gür bir səsi yaranır və yaxud da həmin o səsi boğmalıdır vaxtında, zərif, incə bir nüanslara keçməlidirsə, yenə də öz müdaxiləsini edir
və hər şeydən öncə səsi ifa edən və səsi yaradan insanlarla ünsiyyətdədir. İnsanlar, yəni musiqiçiləri nəzərdə tuturam. İlk öncə onun enerjisi musiqiçilərə keçir. Fəxrəddin müəllim, dirijor üçün təfsirçi sözünü işlətdik. Təfsirçi təbii ki, təfsirin özündə iki növ təfsir var ümumiyyətlə fəlsəfədə. Bunların biri Qadamir deyilən bir adamdır. O deyir ki, tekstə baxan adam oradan öz mənasını çıxardır. Şleymaxer var. Şleymaxer deyir ki, yox, teksti analiz edən tekstin özünün mənasını çıxardır. Bu baxımdan əgər bunu dirijorluq peşəsinə aid etsək, tətbiq daha doğrusu etsək, Fəxrəddin Atayev musiqidən, təbii ki, musiqi qəliblərdir. Yəni, tapılmış bir, yazılmış bir qəlib var, biz onu ifa edirik. Bax, o təfsirçilikdə və hazır qəliblərin ifasında dirijorun fərdiyyəti hardadır? Bu yaxınlarda bir bəstəkarla, hal-hazırda Almaniyadadır, bir eksperiment elədik. Bir əsər üzərində birlikdə işləyirdik. Yəni ki, piyes üzərində, musiqili tamaşa üzərində. Mən ona dedim ki, siz yazacağınız musiqini hansı səhnəyə aid olduğunu mənə deməyəcəksiniz. Siz ifanı, yəni elektron şəkildə mənə göndərəcəksiniz. Mən sizə deyəcəm ki, hansı səhnədir bu. Özüm üçün də çox maraqlı idi. İndi deyəcəm nəyə görə. Həmin dövrə 3 nömrə hazır idi. Üçünü də tapdım və əvvəllər mənə elə gəlirdi ki, bu bir daha aşkarlandı. Mən partituraya baxanda hansısa yolla, hansısa dövrdə yaşamış bəstəkarla birbaşa əlaqəyə girə bilirəm. Mənə elə gəlirdi. Ancaq bu halda gördüm ki, belə bir energetik, yəni təmas var imiş. Və oradan çıxış eləyərək təfsirə keçirəm ki, çalışıram ki, qarşımda gördüyüm, hiss elədiyim bəstəkarın nə hiss etdiyini həmin partituraya baxaraq, notlara baxaraq, orkestr fakturasına baxaraq hiss edim və oradan çıxış eləyərək təfsir edim. Fəxrəddin müəllim, musiqilər müəllifisiniz. Məncə özünüzün kiçik əsərləriniz də var. Bilirik ki, bir çox cərəyanlar vardır musiqidə. Əsərləri yaradarkən ona nəzəri cəhətdən daha çox yanaşmağa üstünlük verirsiniz, peşəniz gərəyi, yoxsa ruhunuzun səsini çıxartmaq sizin üçün daha çox önəmlidir? Məndə o yaradıcılığa münasibət vətənpərvərlik hissindən doğdu. Çünki elə bir dövrə təsadüf elədi ki, 1-ci Qarabağ müharibəsi, itkilərimiz, şəhidlərimiz bizim ailəmizdə də, yəni qardaşımız şəhid oldu. Allah rəhmət etsin. Allah rəhmət etsin. Ona görə mənim xüsusi münasibətim var. Yəni musiqidə vətənpərvərlik mövzusu. O baxımdan mən həmin dövrdə hərbi orkestrda da işləyirdim. Və mənim müəllimim polkovnik, hal-hazırda general Yusif Axundzadə idi. O dövrdə onun yanına gedirdim və hərbi dirijorluq fakültəsində oxuyurdum. Və paralel olaraq hərbi marşlar yazırdım. Və həmin marşlar yəni ordumuzun sıravi gediş marşları kimi repertuara da daxil edilmişdi və sonra idman mövzusu da olub,
və yaxud da balaca bir mahnı mövzusu da olub. Ancaq əsas xətt vətənpərvərlik mövzusudur. Ona görə mənim yəni musiqi ilə bağlılığım, yəni bəstəkarlıq sayəsində ancaq vətənpərvərlik mövzusu və o da ki, zamanın tələbindən irəli gələrək olmuşdur. Unutma sen bu sözleri, seninkidir bu sefer, sana şeref getiren. Susturacak azgın düşmeni, Azerbaycan'ın yiğit askeri, kazan edip ana torpağı, yükselecek üç renkli bayrağı. El bir olsa eğer birleşse, 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 düşmene birse çekiler, yiğit asker hemen eder, vatan oğlu bir olanda. Yiğit asker hemen eder, düşmenin gözü döküler, vatan oğlu bir olanda, vatan oğlu bir olanda. Fəxrəddin müəllim, təklif olunmuş vəziyyət deyə bir şey var da. Bu təklif olunmuş vəziyyət ölçülü zaman və məkanın yaratdığı zərurət. Ümumiyyətlə biz anlayışlarla düşünməyi sevirik. Vətən, ailə və s. və ilə axır. Bax bu anlayışlardan tamamilə arınmış bir musiqi varmı? Yəni zamandan da asılı deyil, məkandan da asılı deyil. Yalnız insanın daxili məkanının, yəni zehni, dünyasının, ruhi məkanının ifadəsi olan bir musiqi. Bax, bunun ifası baxımından həm də bir dinləyici kimi sizin üçün ən önəmli musiqi müəllifləri kimdir? Yəni kimin adını çəkə bilərsiniz ki, məhz o sizin bəstəkarınızdır, o sizin musiqinizdir. Yəni sizin daxili dünyanızı ən gözəl şəkildə ifadə edən musiqidir. Burada bilirsiniz, həmin o musiqilər, dediyimiz klassik anlamda həmin musiqilər dövrün tələblərinə uyğun formalaşıblar. Yəni ki, klassik dövr var, romantik dövr var, neoklasisizm var və ondan qabaq impressionist musiqisi var. Mən bir dirijor kimi bunların hamısı ilə işləyirəm və hamısını sevirəm. İş orasındadır ki, musiqi dinləyərkən mən heç vaxt dincəlmirəm. O sizin üçündür ki, misal üçün, özünüzə çəkilirsiniz, hansı bir musiqi. Mən istənilən musiqini dinləyirəmsə, onun ritmik quruluşunu, harmonik quruluşu, strukturunu... Bu sizin üçün işdir, musiqi sizin üçün işdir. Dayanmır. Necə ki, siz misal üçün bir tamaşaya baxırsınızsa, bilmirəm sizdə necədir. Siz dincəlirsinizmi, dincəlmirsiniz, mən bilmirəm. Mən birinci tamaşada dincəlirəm, ikinci tamaşada işləyirəm. Hə. Çünki mən həmişə özümə icazə verirəm ki, tamaşaçı olum. Yəni o tamaşaçı, saf tamaşaçı halımın, səmimiyyətimi həmişə itirməməyə çalışıram. Fəxrəddin müəllim, musiqili teatr və yaxud da teatrda musiqi, bu mənə həmişə ağrılı tərəfimdir. Çünki musiqi məkan yaradır. Musiqi bütövlükdə bir məkan yaradır. Yəni, ümumiyyətlə, səs məkan yaradır. Biz vağzalı tamaşada ancaq qatar səsi ilə verə bilirik, nə bilim, çay qırağına ancaq su səsi ilə verə bilirik və s. Yəni, tamaşada səs məkan yaradır. Həm fiziki məkanı yaradır, eyni zamanda energetik məkanı yaradır. Amma çox vaxt Azərbaycanda rejissorlar musiqi ilə işləyə bilmir. Və adi şeylər var da, teatral tekst elə bir şeydir ki, gərək orada hər şey harmoniya içində olsun. Məsəl üçün, musiqinin ritmi ilə aktyorun temporitmi uyğunlaşsın. Məhz bu bədənin temperamenti ilə musiqinin ritmi vahid bir tekst yaratsın. Bax, bu peşəkarlıqlara Azərbaycan teatrında vara bilirikmi? Yəni, peşəkar qatlara. Ümumiyyətlə, Azərbaycan teatrının içində bir musiqi sənətçisi olmaqdan məmnunsunuzmu? Mən deyim sizə, yəni birinci gəlib bunun texniki tərəfini analiz edək. Siz dediniz ki, rejissor həmin o qoyulan tapşırığa uyğun musiqi seçə bilmir. Əsla onun işi deyil o.
Rejissor halı, hadisəni təsəvvür eləyib, onu bəstəkara yönəltməlidir. Bu iş bəstəkarın işidir. Çünki bəstəkar bilir ki, əlində hansı texniki imkanlar var. Məsəl üçün, ürək döyüntüsünü hansı musiqi ilə verə bilər. Onu bəstəkar bilir. Göy gurultusudur, misal üçün, çayın axmağıdır. Artıq əsrlərdir bəstəkarlar, dünya bəstəkarları bunları işləyiblər və onlar assosiativ olaraq insan tərəfindən qəbul olunub. Göy gurultusunu necə verə bilərik, hansı alətlə verə bilərik. Bu baxımdan çox vacibdir ki, rejissorlar professional bəstəkarlara müraciət eləsinlər. Professional bəstəkarlar onlara doğru, düzgün yol göstərəcəklər. Və bu halda rejissorun bəstəkar sözünə qulaq asması çox vacibdir. Çünki mən görürəm, filmlərdə də elədir və tamaşalarda da elədir. Əvvəla olan materialdan çıxış eləyir. Yəni, bunu da başa düşmək olar ki, sifariş verməyə bəstəkar yoxdur, yəni maddi imkanlar yoxdur. Neynəməlidir? İnterneti açır, özünə uyğun bir əsər tapır, öz ruhuna uyğun verir. Və nəticədə biz tənqidçilər deyirik ki, bu buna uyğuşmur. Ancaq onun üçün o assosiasiya verirdi. Mən dedim axı, yəni ki, musiqi materialı mən üçün belə ola bilər, ancaq siz onu başqa cür qarşılaya bilərsiniz. Əslində, problem də ondadır ki, bəstəkar var, bir də teatr bəstəkarı var, rəssam var. Rəssam çox istedadlı rəssam ola bilər. Bəstəkar çox böyük bəstəkar ola bilər. Amma bizdə də bu Üzeyir Hacıbəylidir, Üzeyir Hacıbəyovdur. Yəni, teatr və musiqi bütü deyək. Başlanğıcı buradan gəlir. Bəs dirijor necə? Dirijor əgər teatrda işləyirsə, o dram sənətini bilməlidirmi və tamaşanı duymalıdırmı? Bəli. Və Fəxrəddin Atayev bu məsələni özü üçün necə həll edir? Çox vacib məsələyə toxundunuz. Deməli, ən azı iki cür dirijor var. Biri, yəni simfonik sferada simfoniya ifaçısı, yəni filarmonik dirijor var, teatr və ona deyirlər ki, opera dirijoru. Bax, iki şaxələnmə var. Bəli. Burada, yəni yanaşma, texniki cəhətdən yanaşma, əllərin quruluşu, sonra musiqi materialında iş, musiqinin dramaturji xəttə tabe edilməsi, sonra təfsir məsələsi, rejissorla birlikdə təfsirin verilməsi məsələsi opera dirijoru üçün vacib xüsusiyyətlərdəndir. Burada son dərəcə vacibdir ki, pyesdən çıxış eləyəsən. Və yenə də, belə deyək, vəhi yolla müəlliflə əlaqə yaratmaq və onun birinci növbədə nə demək istədiyini anlamağa çalışmaq. Onu bilməsən, musiqi də verilib mənə, gəlin eləyək, boş, bayağı bir şey olacaq. Rəssamlıqda da elədir, yəni ki, bütün sahələrdə məncə elədir. Fəxrəddin müəllim, ümumiyyətlə, çox uzun və geniş bir fəaliyyətiniz var. Yəni, iş, əmək və peşəyə dəyərin, qiymətin verilməsi. Çox sənətçilərimiz bu məsələni dəyər vermək, dəyər almaq, bax, bu konfliktlə, bu eksistensial konfliktlə yaşayırlar. Fəxrəddin Atayev bu gün öz dəyərini tapa bilirmi cəmiyyətdə? Bu baxımdan mən özümü çox xoşbəxt və bəxti gətirmiş bir sənət adamı kimi hiss edirəm. 2016-cı ildə Cənab Prezidentin fərmanı ilə Əməkdar İncəsənət Xadimi adına layiq görülmüşəm. Bundan əvvəl, lap gənc yaşlarımdan həmişə məsul vəzifələrdə çalışmışam. Pedaqoq kimi də 26 ildən artıq fəaliyyətim var. Düşünürəm ki, ömrü hədər yaşamamışıq. Bundan sonra da gələcək perspektivlər var. Əgər sizə tapşırıq verilsəydi ki, sizin şəxsiyyətinizi, Fəxrəddin Atayev dünyasını ifadə edən bir musiqi seçmək, klassikadan, müasir dünyadan fərqi yoxdur. Məhz bu məşhur musiqi sizin üçün hansı olardı? Musiqi nümunəsi daha doğrusu. Musiqi materialı ilə bağlı o mənim iş sferamdır və o mənim yaradıcılığım, sahəmdir və orada konkret bir melodiya, melodik xəttə yer yoxdur.
musiqi deyəndə tam şəkildə, tam bütöv şəkildə, bəli, çox şaxəli, çox janrlı şəkildə mən belə bir qəbul edə bilirəm. Ancaq ki, tək melodik xətti nəzərdə tutursuzsa, o mümkün deyil. Yəni sizin iç dünyanızı ifadə etmək üçün belə bir melodik xətt yoxdur. Biraz Amma elə olar. sizin iç dünyanız elə musiqinin özüdür. Biraz böyük səslənməsin, məncə elə bir yanaşma var məndə. Biz də sevinirik ki, nə yaxşı sizin kimi bir məlumatdır və həmin o özünə qapanıq personanın arxasında mən bu gün heç də özünə qapanıq yox, tam ünsiyyətçil və eyni zamanda yüksək duyuma sahib olan bir insan, yəni ünsiyyətdə yüksək duyum nümayiş etdirən bir insanı gördüm və sizinlə ünsiyyət mənim üçün çox xoş oldu. Təşəkkürlər. Qarşılıqlıdır Dağlar bəy. Yəni ki, mən də çox sevindim ki, sizi kimi peşəkar bir müsahibim oldu və çox məmnun oldum. Sizin peşəkar komandanızda çox razı, məmnunam. Çox sağ olun. Təşəkkür edirəm hamıya.